Allah'ın dostum deyil. Prosto babaş, tutaq ki, mən evi satdım, ora mən gör nə qədər pulum çıxar o ev. Evini satdığın pula sakin deyil ki, gitdən dəzgah tikdir. Çox, niyə mən təmizlikə xoşlanmıram. 2 otaq, bir dənə də zal istəyirəm. Sən belə bir ev tikdirsən, sən bizə nə Yox, belə ev istəmirəm, çox yekədir, balaca. Həm qızdırma hasat olsun, mən balaca xoşlayıram, həqiqətən. Həm qızdırma. Xəyal qururuq da, danışırıq. Niyə xəyal qururuq, fikirə qurtuzarıq. Yəni, biraz xəyal kimi çıxır da, bir dəqiqə. Danışır, bir dəqiqə bu evin satmadı. Danışır ki, mənim danışdırırdı uşaqlar, nə olar ki, başım qarışır. Əgər mən burada tək qalanda ağrılarım artır, nə olar, insafsız olmayın. Bax, belə danışırsan, mənim ağrım gedir. Yadımdan çıxır. Yadımdan çıxır. Bu dəqiqə gəldi evin satmadı, buradan ev alıb tikdirmədi. Heç bilmirəm, anam razı olar olmaz. Bəyə o ev satana deyirəm ki, bilmirəm, nə anama deyim sonra. Ev satanda mən harada ev qalacam, ev tutaq aldılar. Gəlib burada torpağı alam, ev tikdirəsən. Havağa tikib qutarır, babaş olur, nə bilin, neçə günə qutarır tikilib. Stoldan asıldı, niyə? Sən belə ev tikdirmədin. Yox, 2 balaca otaq, 2 bir dənə də zat. Ananla sən qalarsan. Hamam tualetdir. Hamam tualet evin içinə sal. 3 otaqda 2 yataq otaq, bir dənə də zat. Gördüm pulun qalmır, remont evi, sıvaqda otur biraz. İzləyicilərmə deyir, kömək eləyərlər. Barı çəkmək var, ora barı çəkmək var. Şey də çəkə bilərsən də, biraz ucuz, o şifir kimi olur, bir dəqiqə çox hamısın. Dəmir. Nə olur ki ona? Uşmur eləmir. Valla. Eləyərəm. Özdə alanda, ağa çəkərəm. Sən də ölürsən böyük bağdan ötürə. Yekə məhləl al. Ağa çək, meyvələri yıxsat. Sən biraz arıqsan. Qəşək sulayarsan, meyvələrini satarsan, toyuqlar, ördəkdən çox saxlayarsan, satarsan, özünü yürürsən ki, qışda nə cür gedir ördəklər. Camal Bakıya karavka göndərir. Yuxarı mən elə şey yapam, mənim firmam var idi, təsərrüfatım var idi. Mənim işçilərim var idi. Bir qadi ilə. Allah, bax, mənim işçilərim var idi. Bura köşkdən var, deyə bax, bura. Bir dənə jackpot udum sən elə bil. O torpağı neçəyə verə, neçə sotdur ora. Ucuz verə, alalım. Neçəyə verə. Bax, mən tərəfdə uca 7 mindir, qalxıb. O Timakin evin qabağı. Oralar, bax, o tərəfə getsəni. Oranı deyir, aşağı verir. Ola bilər. Orası çoxdur, sotu. Baxmaq lazımdır. Mən tərəfdə də torpaq qalmayıb deyil. Torpaq azaldıqca qiymət qalxır. Matıra səs eləmir, kulyonkadır altı. Altı kulyonkadır. Mən dedim söhmə ki, o kirlənməsin. Kulyonkadır. Babi, o nə yazmışsa getdi. Çörək yeməmişəm. Ma vəfa yedizdirdi. 3-4 dənə Girilin soyutma çolpanın döşündən qalmışdı. Mən heç gün yemək yeməmişəm ha. Həqiqi. Valla. Nə yeyəsən bə? Evdə o qatıqları vaxa verdi. Qatıqını bir yumurta qanağı ye. Allah orada yağdan var, görəcək. Git pişirərəm sonra. Git şeylə ye, gör çörək. İstəmirəm bu vaxt yemək yeyəm. Çörək alıb vəfa. Bu vaxt istəmirəm yemək yeyəm. Nə olacaq, bir 2 dənəsini ye. Çörək biçə belə ye. Gedirəm, qatıq doğrayacam. Xiyarı doğrayıb, qatıq da töküsünə yiyəcəm. Yox, istəmirəm. Kökərləmi, babaş istəmirəm. Nəfsim. Uşaqlar, mən tərəfdə torpaq çox bahadır, qadan alıb. Mənim 10 sotlu torpaq, mənim torpağım qiyməti bilsən neçədir? Mən istəsəm oradan 5 sot satarım. Amma satmıyorum. Həyətim qalmır. Kimdir yenə? Hədiyə üzərli. Hər şey neysə nə olsun hədiyə, olur. Məndə də mal da gəlir, məftunu. Bağlayandan sonra bir 2 səfər canlı belə olmur, aktiv. Bağlayandan sonra canlı. Yox, etiraz verdim də. Bəlkə gəlin. Nəftim, babi sağalan kimi onu ibrəndir. Yox, mənə macə də lazımdır, kökəmək. Onlara deyək də, heç vaxtda sevgili olmayıbdır. Az nə deyirsən, Evdə qapalı böyük. Məftin, yemək nə getdi? Məftin, yeməyi özünə... Yox, yiyəcəm, aşağı, gecə vaxtı olmaz çox yemək. Denən heç vaxt sevgili olmayıb, heç vaxt bir qızın əlindən tutub gəzməyib. Heç vaxt denən qızın başını sinəsinə qoymayıb. Denən gəzməkdən utancaqlığı var. Biraz o denən psixologiyaya da getməlidir, biraz mal çalmalıdır. Bu dəqiqə. Heç bir qızın başını sığallamamışsan. Yox. Valla. Bunu bir də sığallamışam. Qızın başını sığallamaq, qızın saçını yolmuşam mən. Valla məktəbdə qızlarıma bir şey elədim. Əl atıb saçını yol qoyurdum. Saçını nə yorulsun ki sən? Ben ağarım. Mən sevgi yanım. Yolunu evləndirmə, başını alıp qoyurdum ayağımın altına.
Limonlu su ver. Hə, get söhbət eləmə. Get o suyu da gətir. Həm də sən də gətir burada otur. Nə? Burada qaşıqlı doğramanı gətir burada otur. Gözüm qabağında ye. Mən də iştahlanım, mən də yeyeyim. Sağ da verim. Mənə limonlu su sıx gətir. Hə. Amma biraz soyuq olsun ki, su mənim ürəyimi işləsin. Sən də o qaşıq qatını gətir burada qaşıqla ye. Boş qaba qoy, gətir qaşıqla ye. Mənim ağzımı su yaxsın, mən də yeyeyim. Yo, matrosda koyun kanı söymərəm. Pişik ki, dişədi. Deyir, qızımın otağında işədi şeyin üstünə, pastelim matrosuma keçdi, iyi gəlir. Zəlil qalsın o pişiyi. O niyə evlənmir bəs? Məftunu bilmirəm, Məftun deyir, mən utancaq deyiləm mən. Mən deyir, amma mən utanmam uşaqlar. Mən qızla əl-ələ, qızın başının sinəsimə qoyum. Elə bir şey zad olmayıb məndə. Ay uşaq, nə pis insanlar var. Aa, Məftun! Sağ şey gəldi, itirazın onaylandı deyəsən. Hə, ona. Bax, onu saxtatıblar, görürsən şikayət atıblar. Saxtatıblar deyən TikTok onayladı. Əfənim var. Hə, o eləyir bəlkə də. O əfən obisi profillərini atmışam bloqa. Təzə bir şey. Çox vaxt yenə ilxına gətirir. Hə, Allah buz kimisi ilə. Hə, Hiç təzə iş yoxdur. Yox, sən adam öldürürsən sən. Bunu sıxdım. Hə, işte, ona görə çox gəlmədi ki. Şey, daldan qaldır mənə belə. Bunu qoyaraq üstünə tökərsən, deyən. Yox, çox qaldım ha. Çox qaldım, onda sinirim oyanmış. Böyür üstə işlərinə belə ağzı qırağı ilə. Biri də duranda döşüm çıxır çölə. Hə, ver görüm. Çıxsın da cəmat döş görməyir. Ver içim. Max daşda gəlsin, yazsın. User çox sağ ol, açmışam hə. Elə qonşular gəlin kim açdım qonaqlar. User çox sağ ol İbrahim, təşəkkür. Onu gətirib də amalçı edeyim, getsin. Maxı, bu oydu bu nə salmaz, sıvı batırar. Gələ tuz qırdar üstünə gedər, yox. İpinlə gətir. Yox, hə, gəl tuz qırdar üstünə. Hə, amalçı edeyim, getsin. Yox. Qutarıqsı biraz səndən ötəri. Hara gedir, işir batırıyor, açan kimdə gəlib belə girişərdi. Uşaqlar niyə elədi ki? Bir gəlib üstünə də oynatır qızla, mən şey təmizləməyəcəm. User çox sağ ol qadanam, təşəkkür edirəm. Oliqarx adam, çox sağ ol. Oliqarx adam idi o. O bir dəfə mənim qonşuma kartına 100 manat atdı, evinə köməklik eləyəndə. Sağ olsun. O user o idi. Amma daimı üstümə atıbdı. Çox istəməyini mən çox istəyir. Hə. WhatsApp-da zada da yazıb üstümə atır ki, elə bir ondan ləzzət alır o. Mənim üstümə elə bir dəstəkçim olur. User çox sağ ol. Ondan elə bir ləzzət alır o. Çok sağ ol, teşekkür ederim. Şimdi de olasın. İlahi çok sağ ol kadınım. Hay gülüm. Sağ ol ay Tahir. Tahir teşekkür ederim. Hay gülüm. Özde otun için 30 lira. Uşaqlar, mən bir sənədən qorxuram, ölmək istəmirəm. Yəni başa düşürsən, yanıma işin olmaz ki, birdən ürəyimə zadıma vurar. Təzim qalxırdı 200-ə zad 220-yə. Birdən deyirəm beynimə qansızlar ölmərəm ki. Məhəmmədi neydi? Çok sağ ol, ürəyim buradan. Ölmək istəmirəm. Çok sağ ol, teşekkür ederim. Yox, Allah eləməsin. Dostum, ben sevatım ne olar kimdə varsa. Mənim anam cavan rəhmətə getdi. Allah rəhmət eləsin. 34 yaşında Nədən rəhmətə rəhmətə getdi o? Döşünü birini götürdülər də rak oldu, xərçək. O vaxtı tibb elə irəliləməmişdi. 2000-ci ildə rəhmətə getdi anam. İndi görsən biraz şeylərlə zadla indi yaşatmaq olur, ömrünü uzatmaq olur. O vaxt tibb elə irəliləməmişdi da. Nə var da ağ bir uzun qara telefonuydu. Allah rəhmət eləsin. Elə də gözəl idi ki, Məftun. Nənəm deyir ki, bir almanın yarısı, elə bir anan sanki dur, saçının görürüğü, o da biraz boylu puxunluydu. Qəşək çox, elə də gözəl idi ki. Şey də var, əmim uşaqlarında böyle şəkillər. Orada papamın sefi var idi. Oradaydı belə Svetno şəkilləri, elə qəşək. Dağının şəkilləri. Vermirlər ma. Onlar da var. Orada qəşək şəkillər. Anan şəkili yoxdur, böyüdək onu gedək. Var, qonşuma vermişəm, böyüdəcək, etibardan vuracaq. Bir dənədir da şəkili. Olsun da. Həmişə də istəyirdik uşaqlar,
Mən qız olum, mənim yadıma gəlirdi. İstəyirdik, o vaxtlar şey giyindirmişim, danışırdı mənəm zadıma ki, bir də gəlib. Kız yok imişdən ona görə. Hə, kukla verir, daha vermək ki. Özü də dedi ki, ölürdüm ki, qız evladım olsun. Mənim yadıma gəlir. Baxın, şəxsən mənə deyirdi, mən başa 8-6 yaşım var idi, 7 bilmirəm, amma mənə deyirdi ki, mən ölsəm nə ayırarsınız, bax, Allah qanamı qəbrində olsun. Mən dedim ki, niyə elə deyirsən, qanmırdım, nə bilim ki, mən bu xəstədə öləcəyini bilirmiş. Mən deyirdi, ölmək istəmirəm, sizin toyunuzu görmək istəyirəm. Daha sonra ölənə yaxın, can verənə yaxın, Bakıda olurdu onun ikirədə. Bəldiyə gəlir ki, ürəyə getdi, yıxıldı. Sonra can verənə yaxın nənəmə dedi ki, mənim evladlarımı analıq ərinə vermə. O bu nənəm bizi anası, elə bir ana oldu da bizi saxladı. Atam evləndi, 8 dənə evləndi, nikah qıymayı, 8 dəfə arvad dəyişib. Uşaq olmayıb heç birindən doğuzdurdu indi. Bir dənə qız olub. Bu birisi analığından bir dənə bacım var. Bir dənə bacım var. Kimsə May kimi atadı, çox sağ ol, gözümün işığı. Allah min əvəzini versin. Ona ki, Yuzer çox sağ ol, qadın alarım. Allah sən var eləsin. Maksı gətir. Səsiz də Maksı ara gətirirəm evə. İşiyle uşaqlar. Gəl qız qırdan üstünə zadına, yorğanın üstünə. Ayaqları gedək, qıçası qaldırıb işiyir ora. Yo. Deyə ağır, deyə, qatladım, deyin. Qatlama. Nətər rahat ağrın kəsir, elə dur. Əgər mən... Bax ki, qantam... Məftun Sakonun ağar. Başa düşməm. Yazılar tez-tez gedir, oxuyanmıram. Görüm, nə yazıbdır? Hiç oxuyanmadım, getdi. Sako deyir, qoşdun məni. Sako ilə danışırıq, yalanla danışmayın. Sako ilə danışırıq, istəsə WhatsApp-a yazar mənə. Məftun da çəkir əziyyətimi, Emin də büyün çəkibdi, məni sürüyəsindən, erkək adamı sürüyə. User 85, çox sağ ol qadanam, teşekkür edirəm. Babaş, qeydim bundan hazırlayayım, gətirim yeyim. Gətirim. Mən də yeyim. Çörək sat verir. Qarxadan bəyərsən gəlir. Ala bunu da iç babaş, bunu da aparım. İç limonlu sudur. Təzyiqin salsın aşağı. Ala iç, tollamayayım. Limonu sıxmışam o da limonun qıtarıqdır. Ala iç. O ki, mesaj yazır ki, nətərsən. Yazım ki, yaxşı deyiləm. Okey. Deyiləm, hələ. Eldəniz buradaydı, elə demin, incə gedibdi. Adam üstündə Allah var. Emin yaxşı uşaqdır, ha. Onlar da büyün əziyyətimi çəkib. Yox, mən o çox istəyirəm. Dünyalar qədər çoxdur. Sadəcə adreyədi yazdım o WhatsApp-da. Çox sağ olsun. Yazdım ki... 185. Sağ ol, qardaş. Bitirəm səni, ürəyim. Sən necəsən? İnşallah, sən mənim üçün dua elə, sağalacağım inşallah. Kimsə May kimi atatdı, çox sağ ol, başına dönüm, ömrünüz olsun. Qulluğunda əmi yazıb. Allah razı olsun. Matı qaqa. Allah sizə dəyməsin, yaxşı. Nağar qaqa, yeyən adam idim da, deyir biraz az yiyir. Yox, az deyir, babaş, görürsən, cəmaat sənin qayğına qalır, özün qayğına qalmırsan. Sağ görə deyirlər, kiminə vecnədir, sağ görə deyirlər ki, yaxşı olasan. Yox, divin deyir, limonludur. Limonun qutarıqdır da, iç olmasa iç. Limonun suyudur. Limon haqqını yapmaq oradan doğruyum. Yo, uşaqlar. Vəfa mənim altıma dünən vedrə gətirirdi. Gecə mənlə bərabər yatmayıb. Gecə ağlayırdım, zarıyırdım. Saat 5 idi, 6 işliydi. Hava işıqlaşırdı. Gəldi ayağıma. Venafomezin var, ondan sürtdü. Yo, Vəfa canlı, siz görmürsünüz axı onun canlı elədiyini. Ona görə də Məftun eləyib, görürsünüz, canlı açır. Vəfa çox əziyyətimi çəkir. Babaş, sağ bu mal iki ilə turşu vermişsin, o neynədir? Turşu mənə vurmamışım, nə varsa. Ortanın qapısı gibi bağlıdır, onu hazırlar. Yo, elə demeyin, o indi sizin gözünüzün qabağında eləmir deyil. O can niyə çıxmır deyə elə bir görür. Yo, Vəfa yatmayıb dünən. Yo, yaxşı qızdır Vəfa.
Yemək yedizdirdi, əlindən ağzıma çörə bax yedizdirirsən, siz nə danışırsınız? Mən heç birinin haqqını itirmərəm. Nə Eminin, nə Məftunun, nə Vəfanın. Heç birin burada başımda pərvanədirlər. Səhər Məftun gedəcək, yenə Vəfa gələcək. İndi gedəcək prezident öz toyuğuna sönü yemək verəcək, Vəfa gələcək. Onlar canlaşmır, onlar düşmək istəmir. Sağ olsunlar. Bu üçü, bax, bu üçü indi hal-hazırda əziyyətimi çox çəkir. Dana bilmərəm. Burnumdan gələr, heç kim haqqını itirmərəm mən. Yumurta yemə. Var olsunlar. Əlbəttə ki. Bu da ki, qardaş-qardaşa baxmır. Məftun, yenə sağ sipam gəldi. Sağ sipam gəldi, sipamı. Hədiyyə yeri. Yenə atdılar. Spam atırlar, Günümün dar adamlar var, ilahi. Tima da gəldi, uşaqlar gəldi evə. Götü getdi. Skor da yanımda durdu. Skor mən apardı, maşına qoydu, evdən gəlib. Təzim 220 olanda başımı sığalladı. Videoya da çəkib, onun əlidir. Demirəm, amma indi hələ o gəlməyibdi. Ondan sonra, yəni oradan gəldən sonra elə gəlməyib. Amma yığıb soruşur halımı, hatırımı. Mən bu dəqiqə əziyyət çəkənləri deyirəm. Qulluğumdadır, bu dəqiqə əziyyət çəkən bu insan olubdur. Emin mənim tezləndən gedibdi, saat 8-də olmuşuq şeydə. 8-də buradan çıxıb, nədir 40 dəqiqəlik yolda olduğum Mingəçevirdə. Düz saat 5-ə kimi aşsız məni daşıyıb Kaliskada. Mən də ağır adamam, məni sürmək olmur ha. Təkər düşürdü belə orada çökəyə zada qalırdı bax belə. Baxsırdı ki, mən getmək olmurdu. Və itirə bilmərəm haqqını. Onları canlı da eləmir deyil, siz görmürsünüz. Məftun, kimsə sağa 50 manat attı. Hə. Allah haqqı. Kim hatta Allah onun başından tüysün inşallah, yeri göğü yarı. Dondur bax görərliydi o. 5 qabağında da 1-0 var idi. 5 manat atı. Yo. Allah 5 manat. Bana kim deyir manat? Bana bir dənə 50 manat. Sən bir dənə dondur baxda, bir dəqiqə dondur bax var. Oradan denizdə spam atırlar, sonra açılır. İtiraz vururam bax ona görə. Deyirəm nəmin dar adamlar var. Allahdan qorxu xəstə adama baxıram. Xəstə adama baxıram. Niyə yerə spam atırsan ki? Rəsi başına dönərəm. Ay Rəsi çox sağ ol. Ürəyim sağ qurban. Allah min əvəzini versin. Allah heç vaxt səni dərdlə, cismindəki xəstəliklə, əzizlərinlə imtihana çəkməsin inşallah. Mən özümə eləmirəm, Məftun anasına, mən heç vaxt izləyicilər mənim direktimə də yazır ki, sənin kartına plataq deyiləm, mənim üçün. Ma hədiyyətən yoxdur, ehtiyacım var, nə yalan deyil. Mən özüm üçün, mən onu deməyə sizin haqqınız yoxdur. Ma dəstək olsalar, hədiyyə olsa mən heç pul Mən kart bu qoymaram. TikTokda neşə pul özümə kart qoyub pul istəməmişəm. Ehtiyacım var. Siz onu mənə deyə Dəstəkçim bilmərsiniz. yoxdur mənim. 50 atır. İbrahim, xoş gəldin. Yaxşı deyildim vəziyyətim. 5 gündür ki, bax bu pasteldə qalıb zarıyırdım. Çığırırdım. Qonşum gəlir, Məftun gəlir, Eldəniz bax belə aparlar, belimdən qırıca çıxdı. Getdim, birdən dedilər ki, burada bax aparda yoxlandı. Dedilər damar genişliyi olmadı. MRT-yə düşdüm, belimdə qırıca çıxdı. İndi o da ağrını kəsmir. Ücret tərləməyə başlayıram. Güclü tərləsəm bəlkə çıxarısı yox, dəyməm də olub da konsener. Bəlkə sağalacam. Əməliyyat olma, hələ tələsmə, qoy görək. Dözüb duracam. Yo, Məftun pişirmir. Qonşum doğrama qatıq qayırıb, xiyarı çörək sad atmıyor içinə. Şüyüt vurubdu, xiyar vurub, bax belə doğrama qatıq deyirlər ona. Niyə özünü açmırsan canına? Deyəcəklər ki, xəstə halına canını açıb birim yığır. Məftun öz açıb da mən də demirəm işinə. Mən açmıram, görə çəkindir mən canını açmıram.
Açır da deyirəm aç. Deyir açıram, mən indi açır deyir mən anama kömək eləm, deyirəm elə, indi özün bilərsən. Mən açmıram uşaqlar. Mən ayağa qalxım, mənim üçün doy edin, heç nə istəmirəm sizdən. Mənim üçün doy edin, ayağa qalxım, yenə qayıdacağım 4-lü PK-ya, maraqlı PK-larımıza. Durub yenə də canlımı açacağım özüm. Pulum qutaracaq, Allah yetirəcək. Heç vaxt mən Allah darda qoymayıb. Tək ki, mənim canım sağlam olsun, o pulum qutarsın. Amma mən belə deyib, 5 günü siz nə zülüm çəkirəm bu pasteldə. Qışqıra. Məftun sağa baxır deyin, atdı, ay, sağ olsun. Ay, söpürəm, Allah başından töysün. Məftun da bilir də mənim də. Məftun, mənə tək ki, Məftun deyirəm, sağ olsun. Məftuna deyir ki, sağa görə canlım qalxır. Sağa görə pul atırlar, çox var. Öz evində olanda onun canlısı ilə qalxmır. Sağa görə izlənilirəm. Mahnıma deyir, TikTok çəkirsən. Yox, məni gəzdirirsən, aparırsan deyir ora bura. Heç vaxt mən onu qoymuram ki, əlini cebini açsın. Gəmiyə minirik, şot veririk, 90 manat tutur, 100 manat hamısı demişəm ki, əlini atma cebini, mən özüm verəcəm. Mən də aparıb gəzdirirəm. Bakıya gedirik, aparıram. Bütün şotlar hamısı mənlik olur. Pis mənada demir, amma mənə uşaqlar. Kasıb olduğuna görə mən də qoymuram əlini cibini atmağa. Pis mənada demir, amma dostumdur, qoyaram mı? Kasıb dedim, mən də milyonçu deyil, amma mən də buradan dolandım da. Baylarım yox da, obyektlərim yox da. Saku gəlsə yaxşı olar. Yaxşı edirsən. Bizim aramızda pul söhbəti ola bilməz. Çox sağ olun. Allah da ona görə, ürəyimə görə verir. Gördün? Getdim o qonşu. Düzdür, sizlər atırsınız, Allah vasitəçi də mən oluram. Getdim deyə o qonşu düzəltdi, arvadın deyənə kimi deyək. Düzdür, indi yanıma gəlməyib, bəlkə günah ala bilmərəm, bilmir. O gün Vəfiyə deyib ki, Allah onun nə muradı varsa versin. Rahat çimirlər, sizlərin səbəbinə. Ev eşiyindir, biraz rahata minib. O dəfəkinə bax qalsa. Qapısı qoyulubdu, pəncərəsi qoyulubdu. Sözsüz acıqlı qıçayım ki, səsim çıxsın. Mən ağrılı olmaq istəmirəm belə yataqda. Nə olar səsi çıxanda? Bax, indi biraz balaca özümü yaxşı hiss eləyirəm. Niyə bunu maniyə çox görürsünüz ki, bəziləriniz? Çıxır da səsim. Deyin ki, dur, inşallah sabah ayağa qalxa bil. Durum düşüm həyətimə, Maxımla oynayayım, gedim ördəklərimə baxım. Balaca ördəklərim çıxıb 16 dənə. Tək həmişə yaxşı ol. Çox sağ olun. Sən oxuma pisləri. Allah şey, siz çox sağ ol. Dostlarımın hamısı yaxşıdır. İnşallah. Hamısını öpürəm. Dostlarımın hamısını öpürəm. Hamısını. İzləyicilərimi də öpürəm ki, Allah elə izləyiciləri, belə gözəl izləyiciləri mənə çox görməsin. Dəstəkçilərimi mənə çox görməsin. İzləyicilərimiz mənim üçün dua edirlər. Bu gün yorumlarda, kayıtlarda hamısını oxudum. Allah qoysa sabah. Hə, bilirəm. Sağ tok masajı lazımdır. Yazıqsan, iradəli ol. Yaxşı, bundan sonra olacağım. Bəyaz qım, ağlama. Mən də ağlamışam, amma mən ağrıdan, acıdan ağlamışam. Bir də biraz tək qalırdım. O banisada zaddan baxmada hamının xəstəsi olur. Başında valideynlər olur. Mənim heç kimim yox idi deyən ağlamışam. Pis olmam. Oldu da insanın anası öləndən sonra insan tamamilə çökür, tək qalır. O %1 qohumdur, hansısa sahib çıxar. Anadan başqası yalandır. İnsanın anası, anadan başqa yalandır.
Maksiret. Az elə demə az. Maksiret də. O nədir? Az elə demə az. Maksiret də var. Az elə demə az. Mənə gəl oynayır o. O gündən bizə nə pis olubdu. Tez sağ ol. Güvenli pis yorum yazana ne olur çarşaflar. Adamın pis gününe sevinmezler. Başa düşürsünüz. Oldu da indi ağar mən istəyərdim belə olum. Tip şey o heç heyvan saxlamaq evdə çətin. Baxım da istəyirik. Benim kriz çıxdı. Lənmiş da pis olmuşdu. Bilirəm, hər gün maziyə vurub danışırıq. İbrahim, çox sağ olun. Bilirlər təziyim var, elə yazılar, hesablar. Olmayacaq məsəl. Yox, Arzuşka, heç kim. Onlar barədə mənə sual vermir. Mənim nə qardaşım var, nə də dədəm var. Heç kimim yox idi. Bir dənə nənəm oldu. Nənəm də dünyasını dəyişəndən sonra tamamen kimsəsiz qaldım. Allah verdim aydı, belə gözəl izləyicilər. Siz bilirsiniz, mən nə qədər xanımlar çox istəyir. Mən bugün bir daha şahid oldum yorumlarda. Bir də ki, o Mingəçölə gedəndə, onda şahid oldum başıma yığışanda. Əsas təzim. Təzim köhlükdən də ola bilər. Bövrəyimdə verir. Bövrəyimdə də soyuqluq zad var. Bövrəyimdə verə bilir. Bir dənə bu ağrı üstündən geçsin, düşəcəm təzimin üstünə. Səki mən ayağa qalxın, bu ağrı geçsin, əməliyyat olmayacağım o saat. Çalışacağım, gözləyim. Əməliyyat olmayacağım o saat. Ağrıqda yaxşı istirafır, ürək də verir. Ağrım var indi. Acca döyünmür. Sən arıqlasan, sənin problemin gedəcək. O da biraz çətindir, onu arıqlaya bilirəm ki. Çinmək istəyirəm, 3 gün içinmirəm, uşaqlar, başım gözüm yağdı. Çiməndə elə biləm rahat deyəcəm. Yalansa sifətinə qara yara çıxsın, gülürdüm sən. Çimənmirəm, ay Məmməd, o qədər ayaq üstə dura bilmirəm. Sayıqı, sağ ol. Çimə bilmirəm, uşaqlar, elə demə. Mən də bu dəqiqə istəyəm ki, duram gedəm. Çimən bədənimdən, bədənim biraz rahatlasın, başım sadım, yağdı deyin, tıncıxıram. Amma çimənmirəm hələ. Ayaq üstə dura bilmirəm. Belini istisaqlı məndə də var, gedəcək. O da bürünmüşəm, baxın deyə açmamışım. Babi, mən səni çox yaxşı görüm, qayd edəcəm. Piriko, xoş gəldin qardaşım, nətərsən? Bugün biraz özümü yaxşı hiss edirəm, brat. Biraz ağrım kəsir, qaqa. Amma belimdə getdim də yoxlandım. MRT-yə zada düşdüm, belimdə qrija çıxdı. 13 milli. Yəni, orada mənə 3-4 dənə ağrı kəsici buldu, kəsmədə. Axırda da güclü bir inat, dedim onu vururuq. Bu da narkotik tərkiblidir. O belə kəsmədi, gicəlləndi dama məni. İndi onun da hər adama vurmurlar da. İndi ağrım çoxdur, qışqırırdım orada. Nəsə, trombumu yoxlatdılar, tromb çıxmadı, damar genişlənməsi yox. Axırda dedi, cərrah dedi ki, mən qrijadan şübhələnirəm. MRT-yə göndərdi məni. Başqa Mingəçöydən çıxdım, özəl bir yerə getdim. Qrija çıxdı belimdə.
O da dedi ki, eğer ağrın kesməsə, da gəldim, dedi, mənim ağrılarımı sakitləşdirici bir şey verin də. Dedi, bu boyda güclü dərmanları sağ, iğnələri vurmuşuqsa, kəsmirsə, əməliyyatlıqsan. Eğer indi kəssə əməliyyat olmaq istəmirəm, qaqa. Bir əməliyyatı zarafat eləmək, yerdə yatırsın, çətin bir əməliyyatdır. Şikəst də qala bilər adam. Sinirə orada bir sinir olur deyə toxundun. Ondan da dura bilmirsən, şikəst qalırsan. Sağ ol, bilək olabilirim qardaşım. Həmişə sən də yaxşı. Yaxşı həkim tap özdən. Özəldə gedəcəm qardaşım, nə lazımdır? Eldəniz bir tanış var, o elətdirib. Dedi, analizdir, zaddır, 1700. Opşi dedi, 2000 çıxacaq da. Dedim, yaxşı olun, gedirəm. Eğer yaxşı həkimdirsə, ha dedim. Özəldə elətdirəcəm. Yaxşı həkimlərin çoxsu birinin özəldə olur. Ha, dedim gedəcəm. Dedi, ofişi mən 1700'ə deyil elətdirdim. Analizi zat, ümumi analizi zat, əməliyyat zatı 1700 mən xəritmişdim. Mən orada qalıb eləyəcəm də. 2000 çıxacaq maliyə gəlir. Ha, elə dedi Eminə. Açıq əmrətdir, yavaş kez ayağın. Yo, duranda qışqırtım gör. İndi elə belə biraz cəhd eləyəcəm. Elə bir duranda ağrı lap artır. Əlbəttə ki, canım sağ olsun. Pul boş şeydir az. Pul boş şeydir. Bu əlbəttə ki, canım sağ olsun. Niyə vermirəm ki onu? Tək ki, bir sağalım, amma əməliyyat olmaq istəmirəm. Blokiyim 12 vurdur. Allah boş. Gülcan 2 tane dərman var. Aybala, o da istedi. Sen yemirsən be? Yaşımdan Allah sağ verim. Şimdi söylese doğramamışım. Qatıqdır, şüyüddü bir de. Hada çörək doğramayın. Ye. Dikkat hemen yiyeyim. Bak hele şeyler ki bu arıqlar. Ha, bu deyir arıqladıcıdır Vəfa. İçinə qatıqdır, xiyar doğrayıb, şüyüd doğrayıb. Deyir, acdım bundan ye. Tuzu azdır, bir balaca tuz tökək də, qaqa. Tuz. Ha. Ben tuzsuz yiyeceğim. Eğri pastelime tökülüyor. Evet. Çok doldum sana ağzına kim herkes. Yavaş yavaş. Tökülür. Tökülür axı. Ayni töküldü. Çox eləmə, soğuşur. Tuz da mı olmaz, yeriz yanında. O nədir kimsə sağ oynatır. Evde sesli adamlardır. Çok az hiç kimden oynandı ama. Görmüşsem ben hiç kimden oynandı. Bizim bir sesle tanışı söğüşleyen gediler. Onlarla oynamalar da canını sallaşar. Yok, söğüşleyen gediler tanımıram, ölemem. Bir söğüşleyen meden adamım. Terbiyeli adamım. Hep var. Ne oldu ağzından töküyor yere? Yox, deyib boşqasını töküldü pastelimə, bir balacayı. Tez-tez Onun şeylə də kuş qoy yuxarı, oynata bilməsin. Sən bunu belə tut kaka. Mən üzüstü uzanım. Ha. Mən özümü düzəldim ki, birdən döşüm çıxarsın. Belə dur. Yemin ederim onun içinde yiyirəm. Tuzu yaxşıdır, hə? Çok tuzlu yemirəm. Sağ ol qadınam.
Sağ ol, okey, öpürəm qaqa. Oku burada. Bakayım. Oku buradasan da bir tane gül at. Yok burada yok okey. Rahat çok sağ ol. Yani onu sen yiyirsen böyle şey. Baba o şöteli yiyirsen. Hı? Yavaş yavaş ye. Çöpün zaten kalır. Hamınız süd yeyin, qatıq yeyin, şor yeyin. Çünki sümük bərkiməsidir. Kalsiyumdur. Çox sağ ol, ay ilahi. Sən bir şey yiyirsən. O gündən baba şəftəli yiyirdim. Nə güzel şəftəli yaşın yox yedi. Mina xanım da mənə WhatsAppda yazıb. Halımı soruşur. Sağ olsun. Mina yaşlı qızı, Gəncəldir. Amerikada yaşayır. Mənə o gün dedi ki, gələcəm bak, Azərbaycana görüşək. İşte babur, sən mən. Dedim inşallah. Mersin Allah sen üzerine göre. Sağ ol ki kurban olum sağ. Mersin Allah sen ikisi de iyi bir şey yazdı. Gül de gül yazdı. Ben doydum. Sağ ol. Hoş olsun. Akşamlar böyle. Bunlar pərz yeməklərdir, diyeta yeməklər. Yemek böyle bu. Adamı doydurur ama bu adamı. He. Doğursan ama tükelmirsen de qatıqdır, xiyardır. Bir de sütdür, kişnişdir, böyle şeyler vurur. Soğan da vurabilirsiniz. Ye, gördün açmışsan ye. Diyetik yemektir. Çörək vurmuram içine. Həmişə belə ye, yağlı yeməyə sonra. He, Allah bak deyir ötən. Hem sağlıklı gıdadır. Biləm, axşam mən əgər sağalanda, indi qışda zadda da, onlar indi ürəyimiz ördək istədi. Bu vaxtı qoymayaq tırqıya. Yox. Yox, bu vaxtı yoxdur. Sağ Tez. olun zadda. Hə, onda. Tez eləyək, 9'da yiyək ki da yeməyir. Deyəsən təzə səsi. Soğan da vurmuşdu. Soğansız ya. Yox, soğan vurmamışdım. Yox, sən qaymısan doğru. Ben özüm qardım da, beklettim orada. Kumatı qardım, geldim. Luna xanım. Luna çox sağ ol. Getmişik Luna xanım. Hər gün abiyotu deyil. Yox, kosmetolog. O deyil. Xırdalanda. Ona mən getməmişəm. Yaman. Saat 8'e kimi ye. Deyə ağrıdı məftimə yağım. Həqqi. Allah. Ki uyuşur deyə ağrı. Sabah gidəcək, arvad düzəldəcək. Diyor Moskva'da Luna çok sağ ol qadınam. Cin dolasın aşkım. Yox, mən onu ümumi Gəncədə ayva boş axşamlıq bir də. Yox, mən onu ümumi Gəncədən aldırıb, orada da olanda, yəni belim oturan var da, orada da qoydurmuşam o sistemləri. Ay. O iynələrin hamısı orada da var. Aslında ola bilsin ki, siz getdiyiniz aplikada olur. Ancaq o ksifokan da dexamethasonda hamısından bağlı. Hə, vallahi neçə yerə getdik. Ksifokan da Hə, vallahi neçə yerə getdik, olmadı, tapa bilməm. Mən də istəyirəm ki, onunla o sistemi vurduram. Şey eləyəm, biraz
İnandım da sağlamlığı tapılmaz yoktu dedi. Biri dedi ki Rasiya şeyiydi. Dermanıdır. Luna çok sağ ol gözümün içi. Dermanıdır. Baboş. Luna lazer eləyir. Yok ay yok. Hı. Kosmetolog şeyler satırdı. Hı. Hırdalanda obyekti var. Gitmiş yorulam onu. Hı. Ümit çok sağ ol qadanam. Kimin dolasın başına dönerim. Ay Luna çok sağ ol. Dolu kim? 12 vurdu. Düzelecek. Şimdi sabah bakacağım ya. Luna gələcəm xırdalından. Orada bir dənə şey axtarım. Görüm olsa onunla mavidə. Yo Menovez'in biraz kömək eləmir. İstənildir o işini eləmədi. O Məftun yenə başladı. Bax deyik ki kimi söhbət edir. Ümit çok sağ ol. Hə, Allah yenə başladı. Deyib tutdu. bəri uzandı, üzü kuyruğu uzandı, ağrımır. Uzan oraya, babuş. Ayağını belə eləyirsən, bax onda ağrıtmır. Tamam, söhbət edəndən başı qarışır. Deyil düz uzanmalıdır. Dal qatda. Yazın mənə nə axtarırsınız göndərin. O sonra yazarım de. Onun adı yadımdan çıxıbdı. Ay sağ ol abi bakalım. Bir Asiyadan bir hanım yazmıştı dedi ki bu dermanı bir sisteme elə kötü görünür değilim bir dakika dur hastaneye. Ama dedi ameliyat olmalısan ama o müvekket ama ben bu da istəyirəm ki ağrılarım kessin, ayağımın ağrısı kessin. Sabahlarım gedəcəyik o həkimə. Burada da gösterdilər Asiya dermanıdır. Sabah gedəcəyik o həkimə. Derman Apirkol yazdı. Yo kaka hanım yazdı. Dikəncədən. Dərman. Bir Qorasiyada yaşayır, hə? Sabah gedəndə ora, o həkimin yanına. Apteklərə soruşaq, o dərman qref var, tapa bilir. Əməliyyat nə bilim, Allah eləsin o həkim düzəldə bilsin, belmir. Ay tuttu yine. Kim ne değil ona inanırsın. O hiç inanmağın dikurdu gideceğim sen. Görüm burada için oldu. Sabah görəm bu el gedirik. Ya bu həkim düzəldəcəm. Teşekkür ederim. De ayağımın burası uşaqlar de. Biraz şey göstərelim göstərəcəm də. De uşaqlar bax de bu dizimin altı bax de bax bura kimi de. Bura vurub da ağrını. O da bir krijan eləyib. Belinə krijan çıxı o vurur deyir ağrını. Neden oğlum ne bileyim. Bana dediler ağır şey zat kaldırmışsan dedim yok. Ama ayaqsız da böyle dururdum, gəzirdim onun da onun ayaq üstüne ne bileyim. Ay bala işte saxla bala saxla. Saxlayıram da var deyib bürünmüşəm. Kansener işləyir ama kansener buradadır, koridordadır. Hiç buraya gəlirsə yox yoxdur. Hə. Beşinci nesil diye ya o hanım ses attırası yaşıyor. Allah'a
Yəni sağalmaq deyəndə o qrija sizdən gedəsi deyil baboş. Yəni o müalicəni deyil. Prosta o sizi evə qaldıracaqdı. Belə sinir ağrınızı buraxacaqdı. Tam bir 15 dəqiqə anadan gəlmək kimi olacaqdı. 15 dəqiqə. Yəni əməliyyata gedənə qədər müvəqqəti olaraq özünüzü idarə edərdiniz. Ancaq mən onu İmənli Gəncədən alıb o sistemi orada qurdurmuşam. Benim elə tutan vaxtları əməliyyatdan qabaq o sistemi orada qurdurmuşam da özüm üçün. Çünki o ay baboş Allah'a anlasına qrijanı əlamətidir. Məndə də eləydi dizin arxası. Bir də belə arxa tərəfdən bu da kimi belə ağrıyan. Hə də həkim də dedi ki, dikkat. Bizə də nə gör o iynədən Gəncədə də var. Gör harda tapa bilirsən və bəlkə başqa bir şey olar. Sonuca vurdu inan ki ərə qalxasısan. Ha Caneliyeva. Həkimə gedirik sabah. Həkim baboş ağaca dırmaşdıracaq. Elə? Hekim deyir, o aparatla masaj kimi şeydir deyir. Deyir mənlə şeydir, deyir gəl özün görəsən də deyir. Dizlerim dayan ağla gözlerim ağla namlu kuş olmuş at ayağı Ötər hədiyyədir. Sağ olayım, cümlət olasın, ötər hədiyyədir. Deyirəm baboş, mənim də belimdə osteoxondroz var. Gidəcəm, baxsın gör, bir dəfə düzəltə bilsə, gedəcəm onun yanında belimi düzəlsin. Əyrilik var, da belimdə osteoxondroz deyirlər ona. Dedi da, dedi, əyrilik şəkillər atma. Əyri bir gəbərim alma bax, deyir ha. Mənə şəkil atır həmən xanım. Deyəcəm, mən deyir, poz deyirəm. Mən kimləri sağaltmışam, sən sağaltmayacam. Deyir, kəbra. Bax, mənə düyündə əyrilik var. Belə deyil, amma Allah'a şükür. Amma əyrilik var. Uşağı sağaltmışsan. Hep sağalmış vəziyyətdə də bu. Görünə qədər düzəlib belə, bax, əyriydi bax. Tam düzəldir, tamam. Onun böyle çox əyriydi. Şimdi deyəcəm, məni biraz bekara əyrid, biraz düzəlt. O şey olub da yazığa. Cavan oğlanım, bəlkə sabah ərə getmə, evləndim, ər oldum. Yazığım. Qəvri belə əri getməyim da, heç olmasa öləndə dümdüz dayanım. Sağ ol gülüm. Yazılar ki, o hiç saat düşmədi. dizlerim dayan ağla gözlerim ağla namlu kuş olmuş at ayağı Psixoloji mərkəzi. Nə pisə deyədir o? Psixologiyadır, ona takibə sayasın. Bizim psixoloji problemimiz də mənim olardı, indi yata bilmirəm. Gedək deyək. Psixoloji həkim. Mən bir sən ağayıram. Qoz sağa deyim, sağa qurban olum. Unitazın üstündə otururam tualetdə. Öz-özümə danışıram. Bir də baxıram, bir saat keçib ayağım keyim unitazın üstündə. Danışıram, özdəki çıxıram unitazın üstündə, yox dırmaşan kimi. Mən belə otura bilmirəm. Çıxıram oysa, söhbət eləyirəm, danışıram, qeybət qırıram, öz-özümə danışıram, Allah'a yalvarıram. Nə bilim, dişimi sürtürəm, dururam ki, bir saatdir, anım gəl qapını dökər, belə çıx görən, ağarsan orada. Elə o nətər olur görən, nədir elə? Yak sürür. Yengim qapıyı ordur deyəsən. Git bak gel. Psixologiya mənə yazada direktdən, mənim səhifəmə. Səhifəmdən kes. Daha boş. Psikolog var ya, psikolog. Sen onun yanına geçsen, o psikologun başı pozular. Ona psikolog lazım olar. Ay Məftub, pişiyin yeməyinə zadına bax, gör suyuna. Qon elində. Ac qalmasın. Yo, şiir uşaqlamaq istəyər gələn kimi, o dişiti görən kimi şiir. Gör o niyə hürür o mənim ömrüm günüm maksım.
Ne hürür ay Meftun o? Soruşlar özünden. Denen makız diyeceksin ha. Denen niye hürürsen? Gör ne gör bu hürür. Çoban bir şey görür o. Lavlor salatın üstünden bir şey çıkır o. Hayattaki bir şey taletin üstüne. Getir oradan şuraya yeter. Bakça bir şey hürür. Her bir şey yürür, bir şey olmasa da barın üstü evin dalına uğra kaçır, bayanı kaçır. Dedin hürmete gece saat dünyasında. Zaman yatıktı. Kapını aç, tren zaman kısa gelecek beri. Gitmeden deyim, ben gördüm geldi. Ha geldi koyma üstüne. Yaxşı. Değil hürür yere. Cemaati dur kısaca. Oo baboş dedim, ödeyen ballarına su verin. On geçsin tanım. Ben buradan şey değilim. Sonra yanlışlarım. Yaxşı. Bir tuzu yazdılar. Baboş neden onunla aparacağım evə? Sabah gelin aparım, bir on denesini aparım. Bu məndə durmayacağım. Orada bir dənə alabəzəkli bir ördək var. Onu sağ verəsi deyiləm. İstəmirəm, qalsın Çox sağ xoşum gəlir. Amma sağ bir dənə şey verəcəm. Nədir onun adı? Bir 10 neçədən ördək verəcəm. Apakışda yersən. Sənin ördəklərini satdığında başından daş düşsün. Nə bilməm. Getdim Bakıya. Ta müğənni olacaktın. Da olacaktın kim? Robert Hatemo. Ta müğənni olup çıxacaktın başımıza. Robert Hatemo. İnanıp getdin. Orada indi ancaq mini giyinən qızları aparırlar ki oxusun. Biliyordu kılsam gider o. Yine ne anlamadım. Robert Hatemo olup başımıza çıxacaktın. Bütün ördəklərimi satdın, Allah başına taşlı aldın. Getdin Bakıya, yeyə getdin, kak eləyə də qayıtdın. Vereceğim kuş taparsın yesin. Bir 10-20 tanesini vereceğim. Pişiyi de sabah gönderirim uşaqlar telefon evine. Çünkü o almıştı. Ha pişiyi de sabah göndereceğim oraya. Geçey çimizdirmeliyim seher. Kaşokuz adını da göndereceğim. Bir şey almışım. Koysun balkona. O almıştı mağadı gününde sağ olsun. Onu da göndereceğim. Ben inanırım ki telefon evi pişiyi çok isteyip o pişiye süper bakacak. Çünkü ona göre gözüm arkada olmayacak. Uşaqlar başa düşürsünüz. Pişiyime geçip bakacak o. Arada bir yığacağım. Diyeceğim bana videoyla göster. Evde zat dolanda görüntülü yığacağım. Diyeceğim bana göstersin pişiyi. O baxsın uşaqlar. Mən baxa bilmirəm. İtlərlə düz gəlmir. Ay öldüm Allah diye ağrı tuttu yine. Her akşam gidecek. Denen yani telefon evi yatacaklarına kravatta. Çıkacak ayağının altına uşaqlar. İndi yatırsan da diye ayağın çıxıb çölə bax. Sürtəcək telefon evinin ayağının altına. Ay Allah. Deyəcək ay baboş, deyəcəm ha. Deyəcək bu pişik nədir belə mənə həmişə xoşallandırıb yatızdırır. Deyəcəm nə harandır. Deyəcək hər axşam ayağımın altına sürtür. Mən də xoşallanıb yatıram. Buranın haqqı çıxacaq ki ayağının altına yatan yerdə kravatda. Çıxacaq ki ayağının altına belə başını bax belə başını sürtəcək ora. Ay. Düzəldən az yox hələ düzəlməmişəm. Az nə deyir A deyəndəki? Ne? Süteye telefon evi burada Allah hakkı. Kucurmudur. Bakım deyir o zaman şey koyur. İstemek koyur. Ay telefon evi sen ne var kaka? Yatassan Yatassan kravatta ayağının altı çıxmır çölə. Yorgandan. Kış dölə bürünəsən. Çıxacaq sənin ayağının altına imeni gələcək ora kravatta. Elə bir yatırsan da sərsərdir. Yatmırsan ki çıxacaq gələcək. Başı yoxdur. Başı yoxdur, pişiyin başı. Beni sürtəcək ayağının altına, bax, belə eləyəcək. Burnunda burasında sürtəcək, birdən burasında dişi olur. Elə bir qıcıyacaq ayağını, bax, belə gəlir, belə sürtəcək. Sürtəcək, səni xoşallanıb yatasın. Salam detesi izleyenlerine salam olsun. Allah seni güldürsün. Allah sizi de güldürsün her zaman. Sen imanı, niye ki imanı varlığı bir insana vermiş ama Ay Abbasova elin göze sahiplendirip bakır ki
İndi sahiblendirmişəm, atmamışam o çölə. Pişiyi də ki, kimə verirəm? Birinci onu bana telefon evi alıb. Pişiyi də ki, verirəm onu. Elle baxacaq, bax belə dağ kimi. O pişi bizə nə olacaq? Bir Washington şəhəri. Xoşallanıb yatıram ha telefon evi. Xoşallanıb yatıram da deyirəm biraz da səni xoşallandıracaqdır. Yo, düzəlirsən. Yo, ağrılarım var, elə deməyin, hələ tam da düzəlməmişəm. Hələ telefon evi sən mənim blokdan çıxartmamısan, ha. Elə bilmə. Mən atıb uşaqla bloka. Düz deyil, danışırıq, məni yığır, halımı soruşur. Bax, bir günü mənə 50 dəfə yazır ki, nəyə ihtiyacı var, kartını at. Deyir, mən səyiləm, elə məni yığır soruşmağa, dünyalara bədəl. Allah haqqı. Neçə dəfə deyir, nəyə lazım ehtiyacın var. Amma hələ mənim blokdan çıxartmayıb. Sako gəlir səni Bakıya yapırmağa. Bobiyə qayçı lazımdır. Qayçını nə edirəm? Sey danışsın yazıb qayçı. Dırnağımızın deyil elə. Yo, biraz ağrısı kəsib indi. Bir ki sabah düzəlləm, ay Allah, nə olur, şükür, ay Allah, deyən düzəlləm. 6 gündür yerdə zarıyıram, ay Allah, nə olur, səsimi eşit. Sabah hara gedirsiniz? Çoran boya. Məftun dünən pol ağacını hara soxurdu? Pol ağacını soxmur deyib, bambılı danışma. Tərbiyəsiz mədəniyyəsiz. Buramı qaldırdı, pol ağacından o ayağımın ağrıyan yeri var. Ora belə gedib gəlirdi ki, damarı əzilsin, açılsın. Bəlkə dedik damarda da tutular indi. Minər bir-birinin belinə. Oxlayla üstündən bir-iki dəfə getdi ki, pol ağacından. Bəlkə damarda minirsə düşsün yerə. Hara soxacaq pol ağacını? Daş başına. Sistem vurdu. Yo, ağrı kesiciler vurdu. Orada mənə neçə dənə ağrı kesici vurdu, kəsmədi uşaqlar. Axırda da narkotik tərkibli ən güclüsünü vurdu. O da məni gicəlləndirdi, bax, belə halsız. Başa düşdün? Yenə də kəsmədi. Ona görə deyirlərdi, əməliyyatlıqsan. Mədə kiçik. Az yerə nazrak düşərəm. Qorxuram mədə kiçiltmədən. Sən yatmışsan, yoxsuz qalma, o heç. Deyim Mina xanım da gəldi. Xoş gəldin, ay Mina xanım. Bugün biraz yaxşılaşmışam, açıq olsun. Nəyim var ki, belimdə qırıca çıxdı uşaqlar. O da vurur ayağıma, ağrını vurur, eləyir. Dedi, Bakıya getməzsən, əməliyyatdıq. Oyuna. Adı neydi? Tramatologuydu. Neydi? Tramatolog. Adını siz yazın da beləydi o. Narkotik tərkibli. Yo, onu öyle. Tramadol. Deyə yazdı tramadol. Onu hər adama vermirlər, vurmurlar. O narkotikli tərkibli şeydi. Bax, ondan vurdular uşaqlar axırda. Ən dedi güclü ağrı kəsici. Eldəniz mənə dedi ki, axırcı şeydə oldum. Mənə dedi, narkoman deyir oldum.